Mənim bu 1 il 4 ay içərisində Home Life gəlirimlə əldə etdiyim böyük əşyalarımdır. Hansı ki, başqa kiçik uşaqlarım üçün alış-verişlər eləmişəm, özüm üçün hədiyyələr, alış-verişlər eləmişəm. Onların heç birini nəzərə almıram. Sadəcə Home Life gəlirimlə aldığım böyük əşyalarımı atdım. Hansı ki, əlimdə gördüyünüz telefonum 3000 manat dəyəri olan telefonumdur, S24 Ultra. Bu iş vasitəsilə onun mən bütün kreditlərini ödəmişəm. Telefonu yoldaşım hədiyyə olaraq almışdı, amma demək olar ki, sadəcə bir ayının ödənişini yoldaşım edib və bütün demək olar ki, kreditlərini yoldaşımın üzərinə atmadan özüm bu biznes sayəsində ödəməyi bacarmışam. Üstəgəl bu notebookum hansı ki 700-800 manat dəyərindədir və o notebooku mən bu biznes üçün almışam. Hansı ki bu biznesdə daha rahat işləyə bilmək üçün, daha rahat işimi inkişaf etdirə bilmək üçün almışam və onu da ödənişini demək olar ki, bu biznesdə qazandığım gəlirdən etmişəm. Üstəgəl özümə qızıl hədiyyəsi eləmişəm. Hansı ki buradakı gəlirimlə istəyirdim ki, daimi qalan bir əşyam olsun və ona görə özümə qızıl hədiyyəsi etmişəm. Həmçinin sağlamlığım üçün idman aləti və yoldaşım üçün, özüm üçün hansı ki yoldaşım üçün və özüm üçün hansı ki Brand Smart saatlar, hansı ki yoldaşım üçün hədiyyə aldığımın qiyməti hardasa 500 manat dəyərində idi və digəri isə özüm üçün və bunların hər birini başqa gəlirlə yox, sırf Home Life-da qazandığım gəlir sayəsində eləmişəm. Hər birinizə nəsib olsun, hər birinizə inşallah ki daha böyük birlikdə komanda olaraq daha böyük uğurlar qazana bilək. Sadəcə bunları atdım sizlər üçün.